Yəni bir mənada bu insan bunu özü üçün nə cür deyim ki, tam fikrimi çatdıra bilməyim, subhanallah. Yəni bunu özünə bir proqram çizməlidir gündəlik. Deməlidir ki, misal üçün gündə 3 dəfə, 4 dəfə, 5 dəfə hər namazlarda, sünnət namazlarında bunun üçün xüsusi bu məsələ üçün Allaha dua edəcək. Səcdələrdə. Heç istəmə qardaş. Allahdan heç istəmə. Ev istəmə, nə bilim maşın istəmə, iş istəmə. Bu məsələni düzəltmək lazımdır. Siz deməyin, elə işlərin düz getməməsi bura qaydırmış, subhanallah. Fikrimi çatdıra bilirəm. Sən nə edirsən ki, başqa şeyləri? Sən Allah qorusun, təkliyə düşən kimi günah edirsənsə, bu şeyləri nə edirsən ki? Sən villalarda yaşa. Ən bahalı maşınlar üçün nə edirsən onlar, qardaş? O sənin üçün problem olacaq, qiyamət günü. Bu bilsin nə deməkdir? Görün ki, subhanallah, bizim nə qədər qiyamət gününə, axirət günü Allahla görüşə, nə qədər imamımız zəifdir ki, bu hədislər bizə təsir eləmir. Allahu akbar. Vallahi, o qədər biz zəifləmişik ki də, yəni lap aşağı dərəcələrdir. Subhanallah. Muhammedin sallallahu aleyhi ve sellem sözləri sanki önümüzdə yanıb deyir. Mühəddislər Sahih Buxarıda, Sahih Müslimdə keçən hədislər üçün bilirsin nə deyirlər? Deyirlər ki, elə bilin ki, bu kitab dil açıb danışır. Bu kitab Muhammedin sallallahu aleyhi ve sellem sözləridir. Hədislər Allahın Nəbisi sallallahu aleyhi ve sellem sözləridir. Bu sözlər də Allahın sözləridir. Vəhiy hamısı. Bir dənə gözümüzü qabağına gətirə bilirik. Bax, qiyamət günü olub. İnsanlar, yəni bizlər də Allah qorusun, Allahın içindəyik. Nəsəlullahi səlamət və lafiyə. Allahdan salaması afiyət dilərik. Allah qorusun. Biz də gətirilmişik, Allahu akbar. Həsənətlər, illərlə əziyyətlər çəkmişik, Allahu akbar. Ümrələr etmişik, həclər etmişik, elm öyrənmişik, Quran əzbərləmişik, sədəqələr vermişik, valideynlərə yaxşılıq, nə qədər yaxşılıqlar eləmişik. Biri görsün, əməllər səfələnirlər, Allahu akbar. Bu dəhşət. Həqiqətən bu dəhşət, subhanallah. Yəni biz nə cürətlə sonradan yenə günah edirik. Günah, gizlidə olan günahlar insanların həyatını məhv edir, Allahu akbar. Ailələr dağılır. Vallahi ailələr dağılır. Kişi ilə qadın boşanılır. Uşaqlara məhrum qalır insan. Hamısı nədir? Hamısı subhanallah günahlardır. Sən elə düşünürsən ki, sən gizlidə qalanda Allah səni görmür. Ələm ya'ləm bi'ənə Allaha yara. Ayətlərə fikir verin, mən sizə bəzi ayətlər oxuyacam. Bəzi ayətləri sizə oxuyacam. Ələm ya'ləm bi'ənə Allaha yara. O bilmirmi ki, Allah onu görür? Əvələ ya'ləmun ənə Allaha ya'ləmu mə yusirrun və mə yu'linun. Onlar elə zənn edirlər ki, onlar gizlidə saxladıqlarını, aşkara çıxardıqlarını Allah bilmir. Yəstəxfuna minən-nəsi və la yəstəxfuna minəllah. Yəstəxfuna minən-nəsi və la yəstəxfuna minəllah. İnsanlardan yəni həya edirlər. İnsanlardan həya edirlər. Utanırlar, Allahdan yox.